Salamlayıram hər bir kəsi. Elektromobillərlə bağlı qısa bir açıqlama verim. Deməli, elektromobillərin sayının çox olması, deməli bu müsbət haldır və belə deyim, ölkədə də yaşıl enerji keçidə zəmin yaradır. Bir də ki, bu elektromobillərin şarjı ilə bağlı da əlavə qeydimi eləyim. Bu şarj məsələsi dediyim kimi, şarj bloku, bildiyimiz adapteri maşın üstündə gəlir. Onların qoşulması üçün müəyyən bir şitlər tələb olunur. Yəni şit tələb olunur dediyimiz həmin o şitin içində o parametrlər, avtomatlar, qoruyucular olmalıdır ki, sabah adapterdə ya belə deyim, xəttdə bir qızma olanda həmin o avtomatlar işə düşsün ki, həm bloku qorusun, həm də maşını müəyyən zədələnmədən qorusun. Bununla bağlı TikTokda, digər sosial şəbəkələrdə elektrik yoldaşlar, energetik həmkarlar, hansı ki bu şitlərdən yığırlar, satırlar və bu da doğrudur, olmalıdır. Çünki tələb çoxdur deyə artıq bunu eləmək lazımdır. Mənim məsləhətim digər bu maşın gətirib özləri ki şarj qurmaq istəyən yoldaşlaradır. Mütləq ki, yəni burada şarj aparatını qurdurarkən məsləhətləşin, bir energetik, bir elektrik dost, tanış, yaxınla məsləhətləşin ki, sifariş verdiyiniz şitləri quraşdırılmasıdır, yığılmasıdır. Bunları bir ətraflı araşdıra bilərsiniz. Düzdür, əvvəllər məsələn TikTokda şarj aparatını yığan 1-2 nəfər idisə, indi maşallah çoxalıb, o da tələblə bağlıdır. Allah hər kəsin belə deyim də müştərisini yetirsin ki, o şitləri qursun. Təbii ki, onu 1, 2, 3 nəfərlə o belə deyim, o tələbə ödəmək olmaz. Sadəcə yəni burada sağlam mübarizə aparılsın. Belə deyim, energetik yoldaşlar, elektrik yoldaşlar o şitləri yığarkən o yoldaşlara söz atım, bu yoldaşlara söz deyim. Ay nə bilim, mən avtomatı Türkiyədən alırıq. Ay bu avtomat Almaniyadan gəlir. Burada nömrə bir şit budur. Belə şeylər niyə lazımdır ki? Yəni alan yoldaş onsuz da energetik deyilsə, o başqa sahənin adamıdırsa, o təbii ki, onun o qədər o mövzudan anlayışı yoxdur. O da lazımdır ki, öz elektrik, energetik dostuna zəng eləsin, yığsın, araşdırsın ki, qardaş, bax bu necədir? Bu şiti məsləhət görürsən yoxsa yox? Lazımdır bəs bu şitləri götürsün, Google-da axtarış versin, bu şit necədir? Lap ChatGPT-yə göndərsin o şitin məğzini, izahını versin ki, bu şit etibarlı yoxsa budur. Yəni dediyim odur ki, sağlam mübarizə aparın və işləriniz də tam qaydasında gedəcək. Yəni kimisə orada kimisə nəsə suçlamaq mı deyim, kimisə haqqında nəsə danışmaq, yəni o bu işlərə xələl gətirir. Ay endirim elədik. Bu nədir ki, bu bazarda kartoşka deyil ki, buna endirim eləyəsən ki, mal əlində qalıb. Yəni bu şitdir də, bunu yığmısansa 3 gün sonra da bunun müştərisi çıxacaq, 5 gün sonra da bunun müştərisi çıxacaq. Bu qalıb xarab olan deyil. Əgər sən yığdığın məhsula zəhməti və öz qiyməti verirsənsə, bunu endirim eləməklə, yəni orada heç nə qazanmırsan. Sadəcə ustanın elə bir zəhmətini aşağı eləmiş olursan qiymət olaraq. Ona görə çalışaq sağlam mübarizə aparaq. Kiminsə nəsə sualı olsa kommentdə yazsın, cavablandırarıq yəqin ki, bildiyimiz sualları.